Trampın prezident İlham Əliyevin çıxışını paylaşması etimadı möhkəmləndirən amildir. Bunun yeni açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevin çıxışını öz sosial şəbəkə hesabında paylaşmasına münasibət bildirib. Politoloq deyib ki, bu addım ABŞ və Azərbaycan arasında münasibətlərdə yüksək dinamikanın göstəricisidir. Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Trampın prezident İlham Əliyevin Xankəndidə çıxışını öz sosial şəbəkə hesabında paylaşması hesab edirəm ki, ABŞ və Azərbaycan arasında münasibətlərdə yüksək dinamikanın göstəricisidir. Digər tərəfdən ABŞ ilə Azərbaycan arasında etimad quruculuğu və bir sıra istiqamətlər üzrə münasibətlərdə inkişafın şahidi olacağıq. Çünki ABŞ ilə Azərbaycan arasında ənənəvi olaraq 3 istiqamət üzrə münasibətlər dərinləşməkdədir. Bunlardan biri enerji təhlükəsizliyidir, digəri sülhə, təhlükəsizliyə və sabitliyə töhfə, o cümlədən terrorla, transmilli cinayətkarlıqla mübarizə, eyni zamanda demokratikləşmə, siyasi pluralizm, bərabərlik, insan hüquq və azadlıqlarının qorunması və digər məsələlər siyasi gündəlikdə prioritet istiqaməti təşkil edir. Lakin Trampdan öncə demokratların dövründə, xüsusilə Biden-Blinken cütlüyünün dövründə Azərbaycana qarşı qərəzli addımlar müşahidə olunurdu. Postmüharibə reallıqlarında ABŞ-ın mövqeyi Azərbaycanın milli maraqlarına zidd idi və bir tərəfdən Azərbaycan öz gücü hesabına, dövlət büdcəsi hesabına əraziləri minalardan təmizləyir, digər tərəfdən infrastruktur layihələri icra edir. Keçmiş məcburi köçkünləri öz yurd yuvalarına qaytarır, böyük qayıdış proqramı icra olunur. Digər tərəfdən isə ABŞ-ın rəhbərliyində Azərbaycana qarşı qərəzli hücumlara cavab vermək məcburiyyəti yaranırdı. Şükürlər olsun ki, yeni hakimiyyət, yeni administrasiya rasional düşünür, praqmatik məsələləri nəzərdən keçirdir və Cənab Prezident İlham Əliyevin də Xankəndidə çıxışında söylədiyi kimi, Azərbaycan ənənəvi dəyərlərə sadiq olan dövlətdir və bizim üçün destruktiv axınlar, ailəni, cəmiyyəti, dövləti parçalayan zidd təsirlər tamamilə qəbul edilməzdir. Azərbaycanda ləyaqətli, qürurlu, ailə dəyərlərini yaxşı bilən, ona sadiq qalan, müdafiə edən xalqımız var və Amerika Birləşmiş Ştatlarının prezidentinin də gender bərabərliyi və digər ənənəvi dəyərlərə sadiqlik yanaşması Azərbaycanda da müsbət qarşılanmışdır. Və hesab edirəm ki, ABŞ ilə Azərbaycan arasında bir sıra istiqamətlər, bir sıra dəyərlər var ki, bu tərəfləri daha da möhkəmləndirmək potensialı vardır. Hesab edirəm ki, Bakı ilə Vaşinqton arasında siyasi gündəlikdə həm də alternativ və bərpa olunan enerji, yaşıl enerji sahəsində çox yaxşı işbirliyi qurmaq olar, səmərəli əməkdaşlıq formatları yaratmaq mümkündür və elə ən əsas amil inam, etibar və etimad quruculuğudur ki, məhz Donald Trampın öz sosial şəbəkə hesabında cənab prezidentin çıxışını paylaşması da hesab edirəm ki, etimadı möhkəmləndirən amildir.